Şəfiyev Əşrəf Cavadoğlu Əşrəf Veysəlli, şair, publisist, əməkdar mədəniyyətçisi, prezidentin fərdi təqaüdçüsü. Sizcə bir şair və yaxud da bir publisist başqa bir şairin yaradıcılığına necə toxunur və necə toxunmalıdır? Mən elə bilirəm ki, hər şey obyektiv olanda yaxşıdır. Bilirsən, indi bu saat elə bir dövrdür ki, baxırsan ki, belə saxta, İbrahim özün də var, saxta salam əleykum. O saxta adamların saxta əleykumləri olan kimi, görürsən, saxta təriflər başalıb gedir. O qədər tərifli sözlər deyirlər ki, adam baxırsan ki, bu təriflə layiq deyil. Sən onda tərs mənalar alınır. Amma İbrahim haqqında danışanda, istəyirsən insafən də ürəyindən gələnləri deyəsən. Mən İbrahimi 30 il bundan öncə tanıyıram. 30-dən çox olar hələ. Yəni, tanıdığım gündən şair kimi tanımışam. Üzündən, gözündən, baxışlarından, dilindən, həmişə şeir tökülən bir insan kimi tanımışam. Ədəbiyyatımızı, klassik ədəbiyyatımızı, müasir dövr ədəbiyyatımızı bilən bir şəxs kimi tanımışam. Həm də mənə elə gəlir ki, elə uşaqlıqdan dünyaya gələnlə şairdir. Onun anadan aldığı ocağın özündə bir pirlik var, bir övliyalıq var, bir sənət. Elə bil ki, sənət ocağında bu adam dünyaya gəlib. Çünki atası da çox böyük söz adamıdır. Bu mənada mən İbrahimi, o ilk şeirlərin, hələ sitəki şeirlərində var. Məsələn, adicə şeydə, əlim altda dizim qaval, görən deyir bir hava çal. Gör nə gözəldir. Hamısı adicə sözlərdir, sadəcə sözlərdir. Amma bu sadə sözlərin yerli-yerində işlənməsi şairlikdir. Məsələn, bir də var ki, bəyək siz dediyiniz kimi, ürəkdən gəlməyən. Şeir də gələ, ürəkdən gələ. Ürəkdən gəlməyən şeir, şeir deyil. O, haradasa əqlin məhsuludur, haradasa şuurun məhsuludur, amma şeir də əqlin məhsuludur, şuurun məhsuludur. Amma ən çox elə bilirəm ki, şair eləyən ürəyidir. Ürəyidir. Bax, İbrahimdə belə bir şey var, deyir ki, yerli-yerində hər söz qiymətli birincidir. Ürəkdən gəlməyənlər, ürəkləri incidir. Bu Sərdar Əsadın şeiridir. Amma ürəkdən gəlməyən şeylər haqqında yerində deyilən şeydir. Və yaxud, məsələn, yan şeirlərin birində belə deyir ki, bu ömürdür, seç, nə yoxdur. Bu bazardır, keç, nə yoxdur. Haqq deyilən, heç nə yoxdur. Ancaq dəyər axtarmağa. Gör nə gözəl fəlsəfədir, gör nə gözəl duyumdur. Yəni, bu, hər adam bu sadə sözlərlə öz fikrini belə təmiz, konkret ifadə edə bilməz. Bu mənada. Məsələn, bu təzə çıxan kitabı var, Salam sahibi haqdır. Salam Allahın adıdır. Sahibi haqdır, haqq sahibidir. Yəni, haqqın sahibi salamdır, Allahdır. O, həmən ona salam əleykum deyir, İbrahim biləsinə. Vaxtın özünə, vaxt Allahın görgüdür deyir. Vaxt bir Allah görgüdür. Vaxta salam əleykum deyir. Bu vaxta salam əleykum. Bugün İbrahim haqqında çəkilən bu filmin vaxtına salam əleykum. Xoş gəlmişsiniz, göz üstə gəlmişsiniz. Çox sağ olun. Onda belə başa düşdüm ki, bir şairin həyatına konkret toxunuşlar eləyir. Böyle İbrahimin şeir dili, İbrahimin sədaqətliliyi, İbrahimin vəfalılığı, İbrahimin ev sevməyi, ailə sevməyi, ədəbi camiyyədə tutduğu mövqe və cəmaat arasında, xalq arasında özünü necə aparmağı, İbrahim bir şəxsiyyət kimi gözümün qabağında formalaşmağı. Bax, bunlar məni əsas edən, məşğul edən məsələlərdir, fikirlərdir. Siz özünüzü İbrahim müəllimin hansı şeirində ilk dəfə tapdınız ki, gör nətər ürəyimdən tikan çıxartdı? O hansı şeiridir? İbrahimin elə şeirləri çoxdur. Məsələn, ən çox təsir. Ürəkdən tikan çıxaran şeirlər onunla olduqca çoxdur. Elə birinci şeirin özü, məsələn, o Haqqa salam əleykum. O bütün illərdə xatırlana biləcək şairdir. Əgər unutqanlıq olmasa, əgər şeirə dönüklük olmasa, poeziya, həqiqi söz sənətinə dönüklük olmasa, İbrahim bütün anlarda, bütün məqamlarda yadda qalan şairdir. Bəs biz nə zaman dönüklük eləməyə başlayır? Yəni, o proses hardan başlayır və niyə başlayır? Dönüklük onda başlayır ki, öz milli məfkürəvindən üz döndərirsən, öz milli kimliyini danırsan,
kimə xidmət elədiyini bilmirsən. Sən ideologiya, poeziyanın özündə də ideologiya var da. Bəli. Bəli. Bəli, böyük ideyalarla aparılan mübarizədir poeziya. Bəzən mənə elə gəlir ki, şairin yazdığı hər sətir, hər sətirdəki hər söz əslində o dama-dama göl olur. O göldə o ideologiyanı formalaşdıran elə bir amil rolunu oynayır. Tamamilə doğru. Amma bəzi şairlər də var ki, buradan da deyirəm inciməsinlər. Oxuyursan, oxuyub qutarandan sonra niyə oxudum deyə təəssüf keçirsən. Niyə oxudum? Heyf. Vaxta hayfın gəlir. Vaxta, amma qalan vaxta, Allah görkü olan vaxta salam elə ki də. Allah görkü olan. O vaxt gözəldir ki, orada nəsə qaldın, nəsə yazdın, nəsə əmanət qoydun, getdin. Bilsən, izin qaldı. Bax, o vaxt qiymətli vaxtdır. Amma qalan vaxtlar hamısı elə belə üfürülən vaxtlardır da. İbrahim müəllimlə nə zamansa bir yerdə oturub sustuğunuz an olubdumu və o sustuğunuz an sizə nəyi, o susqunluq sizə nəyi öyrədib? O susqunluğun özü də bizə sükutun dilini öyrədir. Sükutun özü də, bilirsən, sükut özü də şeirdir. Əli Kərimin şeiri var, rəhmətli Əli Kərimin deyir, sükut özü də, sükutun da dili var. Sükut öz dilində danışır. Biz İbrahim'ə susanda da elə bilir İbrahim şeir deyir. Mən onun sükut halında da şeirə qulaq asmışam. Onun dediyi şeirə qulaq asmışam. Ürək o qədər böyükdür ki, onu cürbəcür lazımsız hisslərlə yükləyəsən. Məsələn, nifrət hissi ilə, sonra acıq hissləri ilə, belə, yəni adamın ürəyə hafi gəlirdi. Ürək dilində danışanda da istəyirsən ki, incə danışasan. Elə danışasan ki, heç kəsin ürəyini sındırmayasan. Və gəncliyə də mənim arzum, birinci növbədə arzum bu olar ki, mübariz olsunlar. Yəni həyatın çətinliklərindən qormasınlar. Mübarizə bugün də var, yarın da, mən də onun ən ön sıralarında. Gənclik qələbələr çalmaq deməkdir. Gənclik bir ateşdir, oddur, ocaqdır. O elə narahat olmaq deməkdir. Sonra dincəlməyə vaxt olacaq. Gənclik axtarışdır. Həm də həqiqət uğrunda, obyektivlik uğrunda, gözəllik uğrunda döyüşdür, mübarizədir. Bir an özü də verilmiş məqamdır, insana verilən məqamdır. Onu əldən, o anları, bir anı əldən buraxırsansa deməli anlar gedir də. Və anlar gedə-gedə vaxtı əldən verirsən, gedir. Ona görə hər şey öz zamanında gözəldir. Öz anında, öz vaxtında gözəldir. Hər şey öz vaxtında gərək eləyəsən. Məsələn, indi mən 88 yaşım var. Durub indi təzədən eşqə düşür, mən şair olmaq, nə eləmək, belə eləmək mənə almır da. Amma onu cavanlıqdan eləmək lazımdır. Cavanlıqdan o yola düşmək lazımdır. Əgər bilsəydik və bacarsaydıq, ömür bəlkə də başqa cür yaşayardıq. Bəlkə də başqa cür yaşayardıq. Sizin ikinci şans verilmiş olsaydı bu həyatda, nələri dəyişib və nələri əbədi saxlayardınız? İnanmıram ki, nə isə dəyişərdim. Mən elə həmən ki tipdə qalacaqdım. Çünki bu xarakter ki məndə var. İndi bu xarakteri dəyişmək mümkün deyil axı. İnsan xarakteri necə varsa, elə də var, axırcan gedir o. Amma mənim təmbəllikdən ayrılsan, zirək bir kişi eləyə bilmirsən. Təmbəldir. Məsələn, amma bir şey var da. Bir şey var ki, mən bir rəssamda da olmuşam, deyir ki, mən deyir, o neçə illərlə göydən yağan qar dənələrin şəklini çəkdim. Bu qənaətə gəldi ki, onlar da bir-birinin eyni deyil. Adi ağacda yarpaqlar, ağacların özləri, insan barmağının izləri, heç vaxt bir-birinin eyni olmaydı. Dünyada insanlar bir-birinin təkrarı deyil. Eyni, təkrar olsa da eyni deyil. Eyni həmən şey deyil. Mənlə bu cür olardı. Mən sizə elə bu fərqli baxışda qalmağı, yazmağı, yaratmağı, yaşamağı və sizi sevərlərin həqiqətən hər zaman ürəyində, nəfəsində qalmağı, əbədi olmağı arzulayıram. Var olsun o ürəklər, öpürəm o ürəklər. Çox sağ olun. Yaxşı ki, sizi tanıdıq. Sizi tanımaq mənə çox xoş oldu. Yəni mən düşünürəm ki, komandamız üçün də, mənə nə qədər xoş oldu. hamı üçün çox xoş oldu. Allah köməyiniz olsun. Allah sizi var eləsin. Çox sağ olun. Var olun.